Həbsdə olan mexanaçı Rəşad Dağlının oğlu Yusif idman yarışında uğur qazanıb. Yusif Gəncədə təşkil olunan karate yarışında iştirak edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gənc idmançı qazandığı birincilikdən sonra sevincini sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb. O paylaşımında qələbəsini yaxın vaxtlarda vəfat edən dayısının xatirəsinə həsr edib. Bu qələbəni dayım Orxana həsr edirəm. O bir müddət əvvəl rəhmətə gedib. Bugün onun 40 mərasimi idi. Bilirəm ki, yuxarıdan məni izləyirsən. Xatırladaq ki, mexanaçı Rəşad Dağlı qəsdən adam öldürmə və qanunsuz olaraq soyuq silah saxlama ittihamlarıyla təqsirli bilinərək məhkəmənin hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.